Yo, yerin pis yer deyil. Bugündən buranın böyüyü sənsən. Mən səni həmişə özümə ağsaqqal bilmişəm. Ona görə də ağsaqqalın sözünə gərək qulaq asasan. Anladığım budur Məmməd. Pis günlərimiz hələ qabaqdadır. Sən məndən cavansan, çeviksən. Buna görə də... Göş kişi, axı... Dedim ki, gərək ağsaqqalın sözünə qulaq asasan. Mən sənə inanıram Məmməd. Mənlə gələn uşaqlar da hamısı sənə inanır. Hünərini göstər o alçaqlara. Göğüşdəki arxanda dağ kimi dayanacaq. Sağ ol, göğüş kişi. Hamid. Bəli. Uşaqlar yoldan gəliblər, onlara biraz yemək pişirtdirim. Həbbə bacını da aparın yuxarı otağa. Denən mənim barxanamı da gətirsinlər. Oldu. Axarlı-baxarlı bircə otağımız var, gərək pis olmasın. Narahat olduğun üçün sağ ol komandir. Amma gəl şərti şumda kəsək. Mən bura bərri bəzəkli otaqda yatmağa gəlməmişəm. Oldu? Oldu Həbbə bacı. Buyurun. Silahsız çətin olacaq. Gərək bir şey fikirləşək. Bir adam var göğüş kişi. Söz verib. Kimdir? Gəncə Revkomundandır. Səməd Cavadov. Eşitməmişəm. Mən də bu yaxınlarda tanış olmuşam. Ağıllı adamdır. Ağıllı da sözlər dedi çox. Səni də tapmağı o mənə məsləhət görüb. Çox təriflədi səni. Doğrudan da ağıllı adamıymış. Gərək bu yaxınlarda Gəncəyə gedəm. Səmədlə görüşəm. Görək nə deyir? Keç görək! Eşitməyin deyir ha! Keç görək! Tez ol tez! Ha, kənd Xudabəy. Axır sənlə də görüşdük, ha? Amma deyəsən bu axırıncı görüşümüz olacaq. Haya, cəmaatı çapıb taladığın bəsdir. Hələ bir fironluq deliyirsən? Mənim başıma qoyulan 2000 manatı almaq istəyirsən, ha? Cavab ver! Çox qol. Məndən kəlmə kəsmək istəmirik. Kişi qırığıdır da. Az qalıb. Laf az qalıb. Hamımızı bircə asacağıq boğazdan. Özü də bir kəndirdən. Ayağının biri qəbirdədir. Hələ mənə hərbə zorba gəlirsən, it oğlu. Qorxaq adama hərbə zorba gəlməzlər, qatır. Sən qorxaqsan. Sənin bu baş kəsənlərin də qorxaqdır. Siz hamınız qorxaqsınız. Kişi olan kəs özü gələrdi mənim yanıma. Sözündə şax deyərdi üzümə. Yoxsa əli qolu bağlı gətirtməzdi yanına.